Tohidi öyrənmək iki yerə bölünür. Tohidi öyrənmək. Biri, tohidin özünü bilmək. Tohidin özünü bilməkdir. Biri də, tohidi öyrəndikdən sonra tohidi pozan şeyləri öyrənirsən. Şirkin nə olduğun, küfrü, nifaqı, bir də asilikləri. Bunları öyrənirsən. Niyə görə? Çünki tohidini qorumaqdan ötürü. Çünki əgər insan şərri bilməsə, şərri düşəcək. Ona görə Hüzeyfə radiyallahu anh deyir ki, insanlar Peyğəmbər sallallahu aleyhi və səlləmdən xeyri soruşardılar. Mən həmişə ondan şəri soruşardım. Niyə? Ona düşməyə qorxduğuma görə. Əgər fikir versək, sahabilər ümmətin ən xeyirli insanlarıdır. Və ən alim insanlarıdır. Elmdə ən dərin olanlardır. İmanda ən kamil olanlardır. Niyə görə? Çünki onlar bu iki şeyi özlərində ən kamil olaraq gerçəkləşdiriblər. İki şey nədir? Birinci, tohidi kamil şəklində biliblər və sonra da şirki və bidətləri və asilikləri də kamil şəklində biliblər. Onların o xeyri və şəri kamil şəkildə bildiklərinə görə onu da layiqincə nə ediblər? Yerinə yetiriblər.